Bu formada bir qraf modelinə baxsaq, bu modeldə bizdən təpələrin və tillərin sayını istəyir. Biz elə buradan təpələrin sayan zaman, baxın, buradakı hər bir hərfdən bir dənəsini sayıb və içindəki xanaları, qeyd olunan xanaları sayırıq, ulduz olanları 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 və bunu əslində belə diaqonal istiqamətində bölsək, bunu bir tərəfində saymamız daha doğru olar. Çünki hər bir til iki tərəfli sayıldığı üçün bu iki qat sayılır və yaxud da ki, hamısını sayıb 2-yə bölə bilərik. Necə ki, hamısını saydıq 10 elədi. 2-yə bölsək, yəni bunu göstərir ki, 5 tili var və yaxud da ki, diaqonal istiqamətində bölüb bir tərəfini saya bilərsiniz. Buradan da 5 til olduğunu göstərir və beləliklə 6 təpə və 5 tili var bunun. Bəs yaxşı, bunu başqa cür necə bilə bilərik? Bunun başqa cür kənardan bunun qrafını çəkmək olar. A şəhərindən B şəhərinə keçid var. A-dan E şəhərinə keçid var. B şəhərindən A şəhərinə və bir də D şəhərinə keçid var. C şəhərindən E şəhərinə keçid var. D şəhərindən B və E şəhərlərinə keçid var deyə D-dən də E-yə çəkirəm bir xətti və E şəhərindən A şəhərinə artıq keçidi çəkmişik, C-yə çəkmişik, bir də D şəhərinə keçidi çəkmişik və bir dənə də F şəhəri görürəm ki, bu da yalqız təpə adlanır, artıq bir kənarda qalır və beləliklə təpələrin sayını sayanda şəhərləri sayırıq 1, 2, 3, 4, 5 və yalqızı da sayırıq, olur 6 təpə. Tillərinin sayında isə yalnız bir şəhərdən digər şəhərə gedən yolları sayırıq. Bu da 1, 2, 3, 4, 5 dənə də bu formada til var.